Salam hər kəsə. Kəsirlər mövzusuna aid suallara baxırıq. Verilən kəsirlərdə neçə dənəsi sonlu onluq kəsirdir soruşulubdur. Sonlu onluq kəsir odur ki, kəsir tam ixtisar getdikdən sonra məxrəcində 2 və yaxud da 5 olsun. Bundan başqa ədəd olarsa həmin kəsir sonlu onluq kəsir deyil. Baxırıq 1-ci 18-də 10 kəsirinə. Bu ixtisar gedir. İxtisar edirik, olur 9-da 5. Məxrəcinə baxanda 3 vurulsun 3 olur. Bizim isə qaydamız belə idi. Məxrəcində 2 və yaxud da 5 olmalı. Başqa bir ədəd olsa həmin kəsir sonlu onluq kəsir deyil. Deməli 18-də 10 sonlu onluq kəsir olmadı. 24-də 15 kəsirinə baxırıq. İlk başda 24-də 15-in məxrəcinə baxanda 3 vurulsun 2 vur 2 vur 2 olur. Bizim qaydamız belə idi ki, 2 və yaxud da 5 olmalıdır. Amma burada 3 olduğuna görə düşünə bilərsiniz ki, bəlkə də bu sonlu onluq kəsir deyil. Amma belə olmayacaq. Çünki 24-də 15 kəsiri ixtisar gedə bilər. İxtisar gedir 3-ə, olur 8-də 5. Artıq bunun məxrəcində nələr var? Yalnız 2-lər var. Bu isə qaydaya uyğun olduğuna görə, yəni 2-lər və yaxud da 5-lər varsa, həmin kəsir sonlu onluq kəsir olur. Yəni 24-də 15 kəsiri sonlu onluq kəsirdir. 20-də 11 kəsiri ixtisar getmir, birbaşa məxrəcinə baxırıq. Məxrəcdə 2 vurulsun 2 vur 5-dir. Yəni sadə vurulqlara ayıranda yalnız 2 və 5 qarşımıza çıxır. Deməli bu kəsir də sonlu onluq kəsirdir. 32-də 9 kəsirinə baxaq. Bu da ixtisar getmir. O zaman birbaşa məxrəcin sadə vurulqlarına ayırardıq. Yalnız 2-lərdən ibarətdir. Deməli bu kəsirdə sonlu onluq kəsir olur. 25-də 7 kəsirinə baxaq. Bunun isə məxrəcində yalnız 5-lər var. Yəni 5 vurulsun 5-dir. Bu da sonlu onluq kəsir şərtini ödəyir. Çünki məxrəcində yalnız 2 və yaxud da 5 varsa bu kəsir də sonlu onluq kəsirdir. Sonuncu isə gəldik 54-də 35 kəsirinə. İxtisar getmir. Çünki 54 və 35 qarşılıqlı sadə ədədlərdir. 54-ün sadə vurulqlara ayrılışı belədir. 2 vurulsun 3 vurulsun 3 vurulsun 3. Məxrəcdə 2-dən başqa 3-lərdə olduğuna görə bu da sonlu onluq kəsir şərtini ödəməlidir. Deməli 54-35-də sonlu onluq kəsir deyil. Sual belə idi. Neçəsi sonlu onluq kəsirdir? Deyəcək 4 dənəsi sonlu onluq kəsirdir. İkinci sualımız isə belədir. 5,37 və 73,8 arasında neçə dənə tam ədəd var? İndi 5,37-nin sağındakı ilk ədədimiz 6-dır. 73,7-nin solunda isə ilk tam ədədimiz 73-dür. Biz də həm 6, həm 73 daxil olmaqla bu aradakı tam ədədlərin sayını tapmalıyıq. Belə suallarda 73-dən çıxırıq 6-na, üzərinə də 1 əlavə edirik. Yəni həm 6, həm də 73 daxil olmaqla bunlar arasındakı tam ədədlərin sayı və yaxud da 6-dan 73-ə qədər tam ədədlərin sayı soruşulsa da, yenə eyni qaydada 73-dən çıxarıq 6-nı, üzərinə də 1 əlavə edirik. Bərabər olar 68. Yəni bu arada 68 dənə tam ədəd var. 4-dən çıxılsın 11 bölünsün 21. Kəsiri düzgün kəsir olarsa, natural enləri bizdən tapmamız tələb olunur. Düzgün kəsir odur ki, sürəti məxrəcindən kiçik olmalıdır. 4-dən çıx 11 kiçik olmalıdırsa 21-dən. 11 bərabərsizliyin sağ tərəfinə keçəndə üstəgəl 11 olur. Yəni 21 üstəgəl 11-dən 32-dən kiçik alacaq. 4-nin qiyməti və n-in də qiyməti 32-dən 4-ə bölsək 8-dən kiçik olur. Və burada bir maraqlı məqam var ki, n-in qiymətləri 8-dən kiçikdir. Yəni ilk başa düşünə bilərik ki, 1-dən 7-yə qədər hər bir ədədi, yəni natural enləri yerinə yazsaq, kəsirimiz düzgün kəsir olur. Lakin orta məktəb proqramında biz 7-də -3-ə düzgün kəsir demirik. Düzgün kəsir, düzgün olmayan kəsir anlayışı məktəb proqramında yalnız müsbət kəsirlər üçün doğrudur. Yəni biz n-in qiymətlərin yerinə yazanda elə qiymətlər seçib yazmalıyıq ki, kəsirin sürəti mənfi olmasın. Və eləcə də məxrəci də mənfi ola bilməz. Sadəcə burada 4-dən -11 kəsirin sürətinin olduğuna görə sürət üçün həmin prosesi yoxlayacağıq. N-in yerinə 1 yazsaq, sürətdən qiyməti olur belə. 4 vur 1 çıxılsın 11 ki, bu da mənfi qiymətdir. N-in yerinə 2 yazsaq da sürətin qiyməti mənfi olur. 4 çıx 2 çıx 11. Amma n-in yerinə 3, 4, 5, 6 və 7-ni yazsaq,
sürətin qiyməti müsbətdir və düzgün kəsr şərti ödənəcəkdir. Bizdən həmin o natural enləri tapmamız tələb olunur. Həmin enlər 3, 4, 5, 6 və 7 olacaqdır. 4 və 5-ci misalda verilən ədədlərin bizdən müqayisəsi tələb olunur. Burada verilən ədədlər qarışıq dövrü onlu kəsir, saf dövrü onlu kəsir və adi sonlu onluq kəsir verilibdir. 2,3 dövrdə 7-dir. Burada dövr edən isə 7 olduğuna görə 2,3 yazırıq. 7-lər isə təkrar olunur. B bəndində isə 2 tam dövrdə 37. Yəni burada isə dövr edən hissə 37-dir. Deməli 37-lər təkrar olunacaqdır. C-də isə dövr edən hissə yoxdur, lakin burada son rəqəmdən sonra, yəni onlu kəsirlərdə son rəqəmdən sonra istədiyimiz qədər 0 yaza bilərik. İndi gəlin müqayisə edək. Bunun üçün 3 rəqəm ayırsaq kifayət edir. Bəzi misallarda 3 rəqəm kifayət eləməyəndə müqayisəsini 4 rəqəm də ayırma olur. Burada 3 rəqəm ayırırıq. Tam hissələr eyni olduğuna görə tam hissəyə baxmayacaq. Baxın, tam hissəsi hər birində 2, 2, 2-dir. O zaman baxırıq biz kəsr hissələri müqayisəsinə. 377 böyükdür 373-dən, yəni A B-dən böyükdür. 373 də 370-dən böyük olur. Yəni müqayisəni aparsaq A B-dən böyük, B isə C-dən böyük olacaq. 5-ci misalda isə A ədədi üçün dövr edən hissə 2-dir. Yəni 5,6 2-lər təkrar yazılır. B bəndində isə 5 tam dövrdə 62-dir. Yəni burada isə dövr edən hissələr 62-lərdir. C-də isə dövr edən hissə olmadığına görə, yəni bu zaten sonlu onlu kəsirdir. Son rəqəmdən sonra istədiyimiz qədər 0 burada da yaza bilərik, problem yoxdur. Yenə 3 rəqəm ayırsaq bizim üçün müqayisə eləməyə bəs edəcəkdir. 622, 626 və 620. Buradakı ən böyük ədədimiz bu dəfə 626-dır, sonra 622, ən kiçik isə 620 olur. Yəni B böyük olacaqdır A-dan, o isə böyükdür C-dən. 6-cı misalımız məxrəci 120 olan neçə dənə düzgün sonlu onlu kəsir var deyə soruşur bizdən. Məxrəci 120 olan düzgün kəsirlərə baxsaydıq, ilk kəsirimiz 120-də 1, sonuncusu isə 120-də 119 olacaqdır. Yəni sürəti məxrəzindən kiçikdir. Bir sözlə 119 dənə məxrəci 120 olan düzgün kəsirimiz var. Sonlu onlu kəsir nədir? Məxrəzində yalnız 2 və yaxud da 5-ləri görək. Bunun üçün 120-ni biz ayırarıq sadə vurğularına. Görəcəyimiz budur. 2 vurulsun. Deməli 2 vurulsun 2 vurulsun 3 vurulsun 5. Sonlu onlu kəsirdə dedik ki 2 və 5-lər olmalıdır. Burada isə artıq olan şey 3-dür. 2 və 5-ləri yığarıq bir yerə. Onlar 40 vurulsun 3. Bunun qısa həlli belə olacaqdır. 2 və 5-lərin əmələ gətirmiş olduğu hasildən 1 çıxılır. 40-dan çıxacaq 1 deyəcəm 39 dənə sonlu onlu kəsir var. Ən qısa həlli budur. Mənası isə budur ki, bizim istədiyimiz məxrəcdə 3-ün olmamasıdır. Bunu təmin edən düzgün kəsirlərin sayı da 39 dənə olacaqdır. Yəni 39 dənə sonlu onluq kəsir var. Bizdən soruşa bilərik ki, bəs neçə dənəsi sonlu onluq kəsir deyil? 119 dənə düzgün kəsirimiz var. Bunun əgər 39 dənəsi sonlu onluqdursa, deməli geri qalanları, yəni 119-dan çıxacaq 39 dənə, verəcək bizə 80 dənə sonlu onluq kəsir olmayanlar. Yəni 39 dənəsi sonlu onluq kəsirdir, 80 dənəsi isə sonlu onluq kəsir deyil. 7-ci misalda məxrəci 150 olan neçə ixtisar olunan düzgün kəsir var. İxtisar gedə bilməsi üçün gərək onların ortaq bölənləri olsun. Biz isə bunun tam tərsinə eləyəcəyik. Əvvəlcə ixtisar gedə bilməyənləri tapacaq. Səbəb nədir? Çünki ixtisar gedə bilmirsə, sürət və məxrəc qarşılıqlı sahədə olacaqdır. Və 150 məxrəcə yazıram, sürətdə isə məxrəcdən kiçik ədədləri yazmalıyam. Çünki düzgün kəsirləri soruşur bizdən. Biz də ədədin özündən kiçik, ədəd ilə qarşılıqlı sahədə olan ədədlərin say düsturunu bilirik.
Bunun üçün 150-ni ayıracağıq sadə qruplara. Çünki bizə 150-dən kiçik, 150 ilə qarşılıqlı sadə olan ədədlər lazımdır ki, hansılar ixtisar getmir, onu müəyyənləşdirə bilək. 150-ni ayırsaq sadə qruplarına 2-dən 1 dənə olacaqdır. 2 vurulsun 3-dən 1 dənə, 5-dən isə 2 dənə. İndi 150-dən kiçik, 150 ilə qarşılıqlı sadə olanları bu formada tapaq. 150 vurulur 2-də 2 çıxılsın 1, vurulsun 3-də 3 çıxılsın 1, bu da vurulacaqdır 5-də 5 çıxılsın 1-ə. Bunu da hesablayaq. Yəni 150 vurulacaqdır 2-də 1-ə. Bu da vurulacaqdır 3-də 2-yə və 5-də 4-ə. Hesablasaq bunun qiymətin məxrəc 35, 8, 40 dənə. Deməli, 40 dənəsi 150 ilə qarşılıqlı sadədir. Deməli, bu 40 dənə kəsir 150 ilə ixtisar gedə bilməyəcəkdir. Bütün kəsirlərimizin sayı 149 dənə idi. 149 dənə məxrəci 150 olan düzgün kəsir var. Onun 40 dənəsi 150 ilə qarşılıqlı sadədir. Yəni 40 dənəsi 150 ilə ixtisar gedə bilməz. Onda 149-dan 40-ı çıxardıq. 109 dənəsi 109 dənəsi 150 ilə ixtisar gedə biləcəklərdir. 8-ci misalda adi bölmələr tələb olunur. Burada amma bəzi xüsusi məqamlar var. İlk misalımızda kəsr xəttinin yuxarısında 10-da 3 kəsiri verilib. Bunu bölürük biz 6-ya. Hər hansı bir düstur əzbərləmədən adi bölmə kimi bunu eləmək mümkündür. Yəni 10-da 3-ü bölürəm 6-ya. Ki, əsas kəsr xəttimiz burada sarı ilə göstərdiyimizdir budur. Bunun sürətində 10-da 3 var. 10-da 3-ü bölürük 6-ya. 10-da 3-ü 6-ya bölmək üçün 10-da 3-ü 6-nın tərsinə, yəni 6-da 1-ə vurmaq olar. Bu da ixtisar gedib eləyəcəkdir 20-də 1. İkinci misalımızda isə 3-ü bölürük, baxın, 6-da 10-a. Çünki əsas kəsr xəttimiz yenə sarı ilə göstərdiyimizdir. Sürətində 3 var, məxrəcində isə 6-da 10 var. 3-ü də 6-da 10-a bölmək üçün tərsinə. 3-ü vuracaq biz 10-da 6-ya. Bölmə yerinə biz tərsinə vururuq. Bu da bərabər olacaqdır 10-da 18. Hətta biz bunu onlu kəsirlə yazıb da 1,8 kimi göstərə bilərik. Və sonuncu misalımızda belədir. 8-də 3 bölünür 14-də 15-ə. Yenə əsas kəsr xəttimiz bu olduğuna görə sürətdə olanı, yəni 8-də 3-ü bölərik 14-də 15-ə. Bu da bərabərdir. 8-də 3 vurulacaqdır 15-də 14-ə. Bunu da ixtisar eləyib yazardıq 5, 4, məxrəcin qiyməti olacaqdır 20, sürətdə isə 7. Və gəldik məsələyə. Arif bir işi 10 günə, Orxan isə 8 günə edir. Bir günə işin hansı hissəsi edilər? Baxın, Arif bir işi 10 günə görürsə, bir gün ərzində, söhbət Arifdən gedir, bir günə işin 10-da 1-in görəcəkdir. Yəni 10-da 1 hissəsini görür. Orxan isə bir işi 8 günə görürsə, yəni bunlar hər ikisi eyni işi görürlər. Orxan bir günə həmin işin 8-dən 1-in görəcəkdir. Çünki 8 günə hamısını tamamlayan bir günə 8-də 1 hissəsini görər. Bu aldığımız 10-da 1 və 8-də 1 hər birinin, yəni Arif və Orxanın bir gün ərzində gördükləri işin hissələridir. Bizdən tələb olunan isə ikisinin bir gün ərzində işin hansı hissəsini eləyə biləcəklərdir. Yəni ikisi bir gün ərzində işin hansı hissəsini eləyər. 10-da 1 bir günə Arifin gördüyüdür. Orxan da buna gəlib kömək eləyəndə üstünə gələcəm Orxanın da gördüyü işin hissəsi. Ortaq məxrəcimiz 40 olacaqdır. Topladıq olur 40-da 9. Yəni ikisi birlikdə bir günə işin 40-da 9 hissəsini görəcəklər. Bizdən tələb olunan ikisinin birlikdə bir günə işin hansı hissəsini gördüyüdür. Tapırıq ki, ikisi birlikdə bir günə işin 40-da 9-unu görər. Bunun üçün də hər birinin bir gün ərzində gördüyü işin hissələrini tapırıq və onları toplayırıq. 10-cu misalda eyni şərtdə, amma sual dəyişibdir. Birlikdə işləsələr neçə günə həmin işi edərlər? Yenə eyni qaydada Arif bir gün ərzində işin 10-da 1-in görür.
Qısa yazaq bu dəfə. Arif bir günə onda birini gördü, yəni onda bir hissəsini görür. Orxan isə bir gün ərzində işin 8də 1 hissəsini görür. Yenə bunları toplayıraq, bir günə görülən işin hissəsini tapırıq. Yəni onda 1 üzərinə gəlirik 8də 1. Yenə olur 40da 9. Bu, bir gün ərzində işin görülən hissəsidir. Bax, bir gündə görülən işin hissəsidir. Bizdən tələb olunansa, neçə günə həmin işi görərlər. Yəni, neçə gündən sonra birlikdə işləsələr, iş bitər. Bunu tapmaq üçün bir günə işin görülən hissəsinin tərsini götürmək bəs edir. Baxın, 10 gün zaman idi. Bunun tərsi hissəni verdi. 10da 1 hissə. Aldığım bu 40da 9da hissədir. Hissənin təzədən tərsini tapsam, mənə zamanı verəcəkdir. Yəni, 9da 40 günə bu iş görülüb bitəcəkdir. Baxın, qaydanı belə yadda saxlamaq olar. Gün və hissə bir-birinin tərsi olur. Amma strukturu bu formada olarsa. Arif 10 günə işi görür, bir günə onda 1 hissə gördü. Baxın, 10 günün tərsini tapdım, onda 1. 8 günə Orxan bütün işi görürsə, bir günə 8də 1 hissə gördü. Yəni, 8 gün döndü oldu 8də 1, tərsini tapdım. İndi ikisi birlikdə neçə günə həmin işi edərlər? Bu soruşulur. Tapıram ki, bir gün ərzində 40da 9 hissə görülübdür. Daha sonra bu 40da 9 hissənin tərsini tapıram görüm. Neçə günə işi bitirəcəklər? Tapıraq ki, 9da 40 günə onlar həmin işi görüb bitirərlər. Sonra 11 nömrəli məsələdə bir boru boş hovuzu 8 saata, digəri isə 12 saata doldurur. Onlar birlikdə işləsələr neçə saata boş hovuzu doldurarlar soruşulur bizdən. Boş hovuzu bir hovuz boru daha doğrusu 8 saata doldurursa, 1 saata 8'e 1 hissə dolduracaqdır. Digər boruda 12 saata doldurursa, 1 saata 12'də 1 hissə dolduracaqdır. Biz bax 8'e 1 və 12'də 1 toplayanda aldığımız bu 24'də 5 cavabı ikisinin 1 saat ərzində doldurduğu hissədir. Yəni, ikisi 1 saat ərzində 24'də 5 hissə doldurubdur. Bizdən soruşulan isə neçə saata doldurarlar budur. Dediyimiz kimi, bayaqki məsələ tipindədir bu. Hissə və gün bu tərz misallarda bir-birinin tərsi olur. 24'də 5 hissəni 1 saata doldurursa, hovuzun tamamı 5'də 24 saata dolacaqdır. 5'də 24 saata dolar. 12 nömrəli misalda bir boru boş hovuzu 8 saata doldurur, digəri isə dolu hovuzu 12 saata boşaldır. Burada artıq bir dənəsi negativ, yəni azaltma ilə məşğuldur. Yenə eyni qaydada hesablayacağıq. 8'də 1 və 12'də 1'i götürürük. Yəni 1 saatda nə qədər doldurur və yaxud nə qədər boşaldır, bunu tapdıq. Biri 8'də 1 hissəsini doldurar, digəri isə 12'də 1 hissəsini boşaldacaqdır. Boşaldır deyən negativ iş gördüyünə görə bunu çıxacaq. Bayaqki misalda 12 saata doldurduğu üçün üzərinə 12'də 1 əlavə eləmişdiksə 8'də 1'in, burada da 8'də 1-dən 12'də 1'i çıxarıq. Yenə bizim ortaq məxrəcimiz 24 olacaqdır. Alırıq da sürətdə 3-dən çıxırıq 2 eləyir 1. Yəni 24'də 1 hissəsini doldurar. Bu 1 saatda hər ikisi açıq qalsa hovuzun dola biləcək hissəsidir. Neçə saata dolar soruşursa, bu hissənin tərsini götürəcəm. Deyəcəm ki, 1'də 24 saat, yəni elə 24 bölünsün 1 verir bizə 24 saat. Deməli, hovuzumuz 24 saat ərzində dolacaqdır. 13-cü misal belədir. Yolun 5'də 2 hissəsini getdikdən sonra 72 kilometr gedilməmiş yol qalıb. Bütün yol neçə kilometrdir? Əgər 5'də 2 hissəsini gedibsə, deməli 5'də 3 hissəsi qalır. Çünki bütün yol bir hissədən ibarətdir, bütövdən ibarətdir. Onun 5'də 2'sini getmişəm. Yəni bir hissə dediyimizdə 5'də 5 olsun. Bunun əgər 5'dən 2'sini gedirəmsə, deməli 5 dənəsindən 3 dənəsi qalıbdır. 5'də 3 hissə isə gedilməmiş yolu göstərir. Həm də 72 kilometrdə yenə gedilməmiş yolu göstərir. Onda hissəsinə görə ədəd almış olaraq. Yəni 5'də 3 hissəsi 72 olan ədəd axtararıq. Bunun üçün də 72'ni bölərdik 5'də 3'ə. Dediyimiz kimi
Kəsri böləndə tərsinə vura bilər. 72 bölünən yerində qalır. Bölənən tərsini yazırıq. Vurulsun 3/5. Bu da bərabərdir 120 kilometr. Yəni, bütün yolun uzunluğu 120 kilometrdir və yaxud da bu məsələ tənasüb quraraq da yazmaq olar. Belə ki, buradan yerimiz varmı? Var. Beşdə 2 hissəsin gedibsə, 5də 3 hissəsi qalıbdır. Yəni, gedilməmiş yoldur. Eyni zamanda gedilməmiş yolda 72 kilometrdir. Bizdən bütün yol neçə kilometrdir? Yəni, yolun tamamı, hamısı soruşulur. Bütün yolda bir hissə götürürəm. Çünki bütövdür bir yol. Kəsilib eləməyibdir. Bir hissənin də qiymətini bilmirəm, x olacaq. Bu artıq düz mütənasib olur. Çünki hissə artdıqca yolun uzunluğu da artacaqdır. Burada da çarpaz vurub yazmaq olar. 5də 3 vurulsun x bərabərdir 72. 5də 3 vur x bərabərdir 72. X-in qiymətini tapanda yenə eyni şeyə durur. X bərabərdir 72 bölünsün 5də 3. Tərsinə vursaq 72-ni 3də 5-ə vuracaq. Bu da ilə bərabər olacaq təzədən 120 kilometrə. Və sonuncu misalımıza gəldik. 12 ədədi 8-in hansı hissəsini təşkil edir? Bu misalda birinci gələni ikinci gələnə bölürük. Yəni 12-ni bölürük 8-ə. İkincidə isə soruşur 8 ədədi 12-nin hansı hissəsini təşkil edir? Burada da 8-i 12-yə bölərik. Yəni bu tərz misallarda ilk hansı gəlirsə, onu ikinci yazılana bölmək lazımdır. Bunu ixtisar edib 2də 3, bunu isə ixtisar edib 3də 2 yazmaq olur.